Qeybət eləyir, vicdanını bununla rahat eləyir ki, mən bunu onun özünə də demişəm. Yəni onun yanında da deyirəm bu söz. Əvvəla hər şeyi insanın üzünə deməzlər. Belə deyil ki, və bu xüsusiyyətimizlə də fəxr eləməyək ki, mən sözü üzə deyən adamam. Sözü üzə demək yaxşı tərəflər də var. Yaxşı olduğu yerlər də var, amma bu həmişə yaxşı deyil. Həmişə yaxşı deyil ki, sən sözü üzə deyəsən. Mən demirəm ki, gedib arxasıca deyəsən. Demək istəyirəm ki, yəni bəzən heç sözü demək lazım deyil. Nə arxasıca, nə də üzünə. Ehtiyac yoxdur. Bəzi sözlər var, onu demək lazım deyil. Əvvəla hər sözü üzə deməzlər. İkincisi, sən bunu onun özünə demisənsə, bu demək deyil ki, o sözü gəlib hər yerdə də danışa bilərsən. Sənə bunu halal eləmir. Kiminsə özünə dediyin sözü gedib harda ürəyin istəyir danışa bilmə icazəsi vermir.